Bakı bugün qlobal enerji gündəminin mərkəzindədir. Bakı Enerji Həftəsi çərçivəsində 30-cu yubiley Beynəlxalq Xəzər Neft və Qaz sərgisi və 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji sərgisi keçirilir. Burada dünyanın 39 ölkəsindən 267 şirkət enerji sektorundakı ən son texnologiyaları və innovativ həllərini nümayiş etdirir. Bu il tədbir həm də simvolikdir, çünki Bakı Enerji Həftəsi artıq 30-cu dəfədir ki, keçirilir. Əsas vurğu isə bərpa olunan enerjiyə keçid, rəqəmsallaşma və dayanıqlılıqdır. Sərgi çərçivəsində bir sıra mühüm sənədlər imzalandı. Onlardan biri BP və Azərenerji Açıq Səhmdar Cəmiyyəti arasında Səngəçal terminalının elektrikləşməsi layihəsi üzrə yekun investisiya qərarıdır. Bugün biz yeni investisiya layihələri üçün qərar imzaladıq. Bu Səngəçal terminalının neft və qaz emalı qurğusunun elektrikləşdirilməsidir və biz bunu azad edilmiş ərazilərdə Cəbrayılda olan ilk günəş enerjisi layihəmizlə əlaqələndiririk. Bu 240 meqavat gücündə günəş elektrik stansiyasıdır ki, onun tikintisinə artıq başlamışıq. Biz Azərenerji ilə bir razılaşma əldə etmişik. Bu razılaşmaya əsasən həmin günəş stansiyasında istehsal olunan elektrik enerjisi azad edilmiş ərazilərdə enerji təminatına yönəldiləcək. Biz isə həmin miqdarda ekvivalent elektrik enerjisini götürərək terminalımızı dekarbonizasiya edəcəyik. Bu təqribən 50% emissiyanın azaldılması deməkdir. Yaşıl enerji sayəsində 10 layihəmiz var. Bunun artıq biri reallaşıb, biri reallaşmaq üzrədir. Və biz artıq daha əvvəl bilirsiniz ki, 2027-ci ilə qədər 30% yaşıl enerji qoyuluş gücündə yaşıl enerjinin qurulacağından bəhs edirdik. Bu rəqəmlər daha da böyüyür, yəni faiz olaraq artır. Və artıq 30-cu ilə qədər 40%-in üzərində yaşıl enerji mənbələri ölkəmizin enerji sisteminə qoşulacaq.